Bərpadan sonra yenilənmiş siması ilə Şəki Tarixdiyarşünaslıq Muzeyi artıq ziyarətçiləri daha fərqli bir mühitdə qarşılayır. Müasir tərtibat və rahat ekspozisiya zalları burada tarixə də baxışı bir qədər dəyişir. Sıradakı sujetdə elə yenilənmiş məkanda qorunan keçmişə bir daha nəzər salacağıq. Gəlin sujeti izləyək. Hazırda Şəki Tarixdiyarşünaslıq Muzeyindəyik. Burada nümayiş olunan eksponatlar Şəkinin ta qədim dövrlərdən bu günə qədər keçdiyi inkişaf yolunu bizə göstərir. Muzeyə gələnlər Şəkinin qədim tarixinə sanki canlı bir səyahət etmiş olurlar. İlk muzey 1925-ci ildə Maarif Komissarlığının əmrinə əsasən yaradılıb. Müxtəlif illərdə müxtəlif binalarda yerləşib. İlk dəfə 1925-ci ildə Şəki Xan Sarayında yerləşib. 1973-cü ildə Karvansarayda, Yuxarı Karvansarayda fəaliyyət göstərib. 1980-ci ildən isə 1895-ci ildə Rus əsgərlərinin kazarması üçün tikilmiş, həmin bu binada məskunlaşıb. Muzeydə Şəkinin tarixini, mədəniyyətini, qədim sənət növlərini və etnoqrafiyasını əks etdirən 3500-dən çox eksponat qorunur. Onların təxminən 1826-sı ekspozisiya zallarında nümayiş olunur. Diqqət çəkən məqamlardan biri isə odur ki, burada nümayiş olunan hər bir eksponat təkcə tarixi fakt deyil, eyni zamanda bir həyat hekayəsidir. Eksponatlar vasitəsilə qədim dövrdə yaşayan insanların məşğuliyyəti, gündəlik həyat tərzi və dünya görüşü haqqında insanlarda təsəvvür yaranır. Muzeydə nümayiş olunan ən dəyərli eksponatlarımızdan biri tarixi 3500 il olan Təpəbaşı nekropolundan tapılmış qəbir nümunəsidir. Antik dövrdə insanların inanclarına görə ölən şəxsi öz əşyalarla birlikdə dəfn ediblər. Onların yanlarına qablarda su, yemək qoyulurdu. Bərpadan sonra yenilənən muzeyin interyeri daha müasir və funksional görünüş alıb. Ekspozisiya zalları ziyarətçilərin rahat hərəkəti və eksponatlarla daha yaxından tanış olması üçün yenidən qurulub. İşıqlandırma və təqdimat üslubu hər bir əşyanın detallarını daha aydın görməyə və onu daha dolğun şəkildə dərk etməyə imkan yaradır. Muzeyimizdə nümayiş olunan ən qədim eksponatlardan biri də qədim samavardır. Tarixi 3500 il olan samavar. O da Şəki ərazisində arxeoloji qazıntılar zamanı tapılıb. Adi samavarlardan fərqi odur ki, o bir samavarlarda odluğun içərisində ocaq qalanırsa, bunda samavarın aşağı hissəsində yandırılır. Muzeydə nümayiş olunan ən dəyərli eksponatlarımızdan biri faytonçu Abdülkərim dayının faytonudur. Bu faytonda 1920-ci ildə Nərman Nərmanov Yevlaxdan Şəkiyə gəlmişdir. Eksponatlar arasında Şəki mətbəxinə həsr olunmuş xüsusi güşə də var. Burada müxtəlif yeməklər süni maketlər vasitəsilə təqdim olunur və bu nümunələr ziyarətçilərə Şəki mətbəxinin zənginliyini vizual şəkildə yaxından tanımaq imkanı yaradır. Muzeydən ayrılarkən aydın olur ki, burada qorunub saxlanılan hər bir əşya keçmişlə bugünü birləşdirən bir körpü rolunu oynayır. Bərpa işlərindən sonra daha müasir və rahat formada təqdim olunan bu məkan ziyarətçilərə Şəkinin tarixini daha dərindən hiss etmə imkanı yaradır.